Xoş gördük. Təşəkkür edirəm. Xoş gəlmisiniz Dövlət Bayrağı Muzeyinə. 8 güşəli ulduz formasındakı muzey Dövlət Bayrağı meydanında bayraq dirəyinin altında yerləşir. Muzeyin 8 güşəli ulduz forması isə bayrağımızın 8 güşəli ulduzunu simvolizə edir. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisindəki dövlətlərin, xanlıqların bərpa olunmuş bayraqları var. Muzeyin xüsusi eksponatlarından biri isə 1918-ci ildə qurulan Şərqdəki ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyi qarşısında dalğalanan bayrağıdır. Muzeyə gələnlər 17-18-ci əsrlərə aid bayraqların elementləri, gerblərini də görə bilərlər. Burada həmçinin Azərbaycanın müxtəlif illərdə qəbul olunan konstitusiyaları, poçt markaları, pul nişanlarının, medal və ordenlərinin nümunələri də var. Silahlı qüvvələrin Ali Baş Komandanının bayrağı, silahlı qüvvələrin qoşun qüvvələrinin döyüş bayraqları və mərasim geyimləri də muzeyin diqqət çəkən eksponatları sırasındadır. Meydanda dalğalanan üç rəngli Azərbaycan bayrağının olduğu bu dirək isə dünyada ən hündür bayraq dirəklərindəndir. Bayrağın çəkisi 350 kiloqramdır. Dayağın hündürlüyü isə 162 metrdir. Guinnessin Dünya Rekordları Təşkilatı 2010-cu ildə Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Bayraq Muzeyi 9 noyabr 2010-cu ildə dövlət başçımızın iştirakı ilə açılışı olub. Tək bayraq dalğalanır, dayanıbdı yüksəkdə. Tək başına dolanır, ətrafında küləkdə. Zirvənin bəzəyidir bu bayrağın üç rəngi. Möhtəşəmlik rəmzidir bu qürurlu ahəngi. Yaşılında dirilik, qırmızısında qan var. Göyündə göylər qədər böyük bir asiman var. O böyük bir millətin azadlıq nəfəsidir. Sancıldığı hər zirvə öz xalqının səsidir. Baş qoyub and içməyə o Qur'ana tən gəlir. Tək bayrağın ardınca bu ana vətən gəlir.
və burada əks olunan hər bir eksponat, hər bir dövlətçilik rəmzi bizim uzun illərdir bəri qazandığımız müstəqilliyimizin ifadəsini, dövlətçilik ənənələrimizi özündə əks etdirir və qədim və zəngin dövlətçilik tariximizi nümayiş etdirir. Bayraq Muzeyinin yaradılmasında əsas məqsəd xalqımızın vətənpərvərlik ruhda formalaşmasında və təbliğ olunması, xüsusən gənc nəsildə belə bir ruhun inkişaf etdirilməsi muzeyin yaradılmasında əsas məqsəd idi. Bayraq muzeyində 400-dən yuxarı eksponat nümayiş olunur və muzeyimiz yeni bir tərtibatda 2017-ci ildə muzeyimizdə Bayraq meydanında və Bayraq muzeyində təmir bərpa işlərindən sonra muzey təmirə bağlanır və 2024-cü ildə Zəfər günündə yenidən ölkə başçımızın iştirakı ilə muzeyimiz yeni bir tərtibatda açılışı olur və muzeyimiz bugünkü gündə bütün ziyarətçilərimiz üçün, həm ölkə vətəndaşlarımız, həm də xarici ziyarətçilər üçün tam təmənnasız şəkildə açıqdır, ödənişsiz şəkildə açıqdır. Muzeyimiz 6 sektordan ibarətdir və bu hər bir sektoru bir tarixi dövrü əhatə edir. Burada əksəriyyəti bizim tarixi bayraqlarımız, dövlətçilik rəmzləri nümayiş olunur. Xalq Cumhuriyyəti, Sovet dövrü, tarixi dövrü əhatə edən dövlətçilik rəmzləri, müasir dövlətçilik tariximizi əks etdirən rəmzlər və şübhəsiz ki, 20-ci il Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə həkk olundu. Bu bizim zəfər ilimizdir və burada Azərbaycanın müstəqilliyi, suverenliyi, Azərbaycan torpaqlarının qayıdılması ilə suverenliyimiz bərpa olundu. Yəni ki, tarixi ərazi bütövlüyümüz bərpa olundu və biz bu şanlı tarixin təbliğ olunması istiqamətində müxtəlif rəmzlər, burada fotoşəkillər, tarixi şəkillər, o dövrü əhatə edən, bizim zəfər tariximizi əhatə edən medallardır, fotoşəkillər, video nümunələr nümayiş etdirmiş oluruq. Muzeyimizin əsas ziyarətçiləri məktəblilərdir. İlk öncə qeyd etdiyim kimi, burada əsas məqsədimiz gənclərdə vətənpərvərlik ruhunun inkişaf etdirilməsidir və hər bir gələn gənc burada o tarixi ekskurs olunur, o tariximizə, keçmiş şanlı tariximizə, qüdrətli tariximizə ekskurs olunur və hər bir ziyarətçi, hər bir gəncimiz burada tarixi biliklərlə, ən azından tarixi biliklər aşılanır. Tarixi bayraqlar sırasında bizdə burada qədim Azərbaycan orta əsrlərdə dövlətçilik tariximizi əks etdirən tarixi dövlətlərin çox dəyərli və qiymətli hər birimiz üçün bayraqları nümayiş olunur. Bu tarixi yaddaşımızın daşıyıcılarıdır bu bayraqlar, mənəvi mədəni irsimizin zəngin nümunələridir və bu bayraqlar sırasında ən qədim dövrdən hər bir bu bayraq tarixi mənbələrə əsaslanır və bizim muzeyimizdə Qaraqoyunlu, Ağqoyunlu, Uzun Həsənin bayrağıdır, Səfəvilər dövrünə aid bayraq var. Nəhayət 18-ci əsrdə Azərbaycanın ərazisində bir kiçik feodal dövlətlər olan xanlıqlara aid olan bayraqlar nümayiş olunur. Bu bayraqlar sırasında öz əhəmiyyətinə görə, hər bir bayraq öz əhəmiyyətinə görə seçilir və mən xüsusilə vurğulamaq istərdim ki, bizim tarixi torpaqlarımızla mənəvi bağlılığımızı bir daha sübut edən və bu mənəvi bağlılığımızı qorunub saxlanmasında və inkişaf etdirilməsində və milli yaddaşımızda bu, belə deyim, xüsusi bir, mühüm bir rol oynayan bu bayraqlar, İrəvan xanlığın bayraqları bizim muzeyimizin kolleksiyasında xüsusi bir yer tutur. 1501-ci ildə bütün Azərbaycan ərazisini öz hakimiyyəti altında birləşdirən 1-ci Şah İsmayıl qüdrətli Səfəvilər dövlətinin əsasını qoydu. Həmin dövrdə Səfəvi dövləti ilə daim münaqişə vəziyyətində olan Osmanlı imperiyası ilə sərhəddə yerləşən Çuxursəd bəylər bəyliyində hərbi strateji əhəmiyyətə malik bir qalanın olmasına ehtiyac duyulurdu. Məşhur türk səyyahı Övliya Çələbinin yazdığına görə 1509-cu ildə Şah İsmayıl Səfəvi vəziri Rəvanqulu xana Zəngi çayının sağ sahilində bir qala tikmək tapşırır. Rəvanqulu xan 7 ilə qalanı tikdirib başa çatdırır. Əlverişli coğrafi mövqedə yerləşməsi sayəsində 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində İrəvan artıq Qafqazın ən böyük şəhərlərindən birinə çevrilmişdi.
Həmin dövrlərdə İrəvana səfər etmiş fransız səyyahları Chardin'in və Tavarnier'in rəsmlərində, yol qeydlərində şəhər haqqında ətraflı məlumat verilir. Şəhər 4 əsas hissədən ibarət idi. Qala, Təpəbaşı məhəlləsi, Dəmirbulaq məhəlləsi və Şəhərli məhəlləsi. Bu məhəllələri bir-birindən bərəkətli meyvə bağları və geniş bazar meydanları ayırırdı. Şəhərdə 12 məscid fəaliyyət göstərirdi. Məscidlərdən ikisi qalada, qalanları isə məhəllələr. Zaman-zaman İrəvan şəhəri müxtəlif qanlı müharibələr meydanına çevrilsə də, onun əsl faciəsi 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində başladı. 19-cu əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal etməyi qarşısına məqsəd qoymuş Çar Rusiyası Azərbaycan uğrunda müharibələrə başladı. 1801-ci ildən 1827-ci ilə qədər İrəvan və Naxçıvan xanlıqları istisna olunmaqla Şimali Azərbaycan ərazisində yerləşən bütün xanlıqlar Rusiya imperiyası tərəfindən işğal olundu. 1801-ci ildə general-leytenant Sisyanovun, 1808-ci ildə isə general-feldmarşal Qudoviçin İrəvan uğrunda döyüşlərdə biabırçı məğlubiyyətindən sonra Rus qoşunları bir də 1827-ci ilin yayında Qraf Paskeviçin rəhbərliyi altında Naxçıvan və İrəvan xanlıqları üzərinə yürüşə başladılar. Avqust ayında Naxçıvan qalası təslim oldu. İrəvan qalası mühasirəyə alındı. İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın rəhbərliyi altında qala müdafiəçiləri ciddi müqavimət göstərsələr də, bu dəfəki döyüşdə qüvvələr qeyri-bərabər idi. 1827-ci il oktyabr ayının birində Rus qoşunları İrəvan qalasına daxil oldular. Rus çarı İrəvanın alınmasına rəhbərlik eləmiş Qraf Paskeviçə Erivanski titulu verdi. Qalanın alınmasında iştirak eləmiş döyüşçülər isə xüsusi medallarla təltif edildilər. ...1828-ci il fevral ayının 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycansa İranın tərkibinə Dağ Qafqaza 18 min erməni ailəsi köçürülmüşdü. Sonraki 2 ildə İrəvana və Qarabağa İrandan daha 40 min, Türkiyədənsə 84 min erməni köçürüldü. Çox keçmədi ki, imperatorun fərmanı ilə vilayətlər ləğv edilərək Şimali Azərbaycan xanlıqlarına məxsus ərazidə 7 quberniya yaradıldı. İrəvan şəhəri İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmış İrəvan quberniyasının inzibati mərkəzinə çevrildi. Rus çarının xüsusi himayəsi altında ermənilər az zaman içərisində yerli Azərbaycanlıları silah və zor gücünə qaçqına çevirdilər. Yerli əhalinin bir hissəsi İran və Türkiyə ərazisinə, bir hissəsi isə Azərbaycanın mərkəzi ərazilərinə köçməyə məcbur oldu. İşğalın ilk günlərindən İrəvan şəhərində Azərbaycanlılara məxsus mədəniyyət, arxitektura abidələrinin tədricən məhv edilməsinə başlandı. Qalada yerləşən Rəcəb Paşa məscidi sökülərək yerində Rus pravoslav kilsəsi dikildi. Qala divarları dağıdıldı. Şərqin nadir mədəniyyət incilərindən sayılan Sərdar sarayından əvvəlcə qərargah, sonrasa kazarma kimi istifadə edildiyindən tədricən dağılmağa başladı. 1850-ci ildə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvani divarlardakı bəzi rəsmləri bərpa edəsə də, sonraki illərdə saray yandırılaraq tamamilə dağıdıldı. Yeni yurd yerlərində məskunlaşan ermənilər az keçmədi ki, dənizdən dənizə böyük Ermənistan xülyasına düşdülər. 1890-cı ildə Tiflisdə Daşnaqsütun təşkilatının yaradılması ilə erməni millətçiləri bütün Qafqaz ərazisində Azərbaycanda əhaliyə qarşı kütləvi qırğın əməliyyatlarına başladılar. Bu qanlı hadisələr 1905-1907-ci illərdə xüsusilə qabardı. Həmin illərdə İrəvanda minlərlə Azərbaycanlı qətlə yetirildi. 1905-7 və 1918-20-ci illərdə İrəvan quberniyasındakı toqquşmalarda 100 minlərlə Azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi.
1920-ci ildə Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə qırğınlar dayansa da, Azərbaycanlıların deportasiyası və onlara məxsus mədəniyyət abidələrinin məhv edilməsi prosesi dayanmadı. 1936-cı ildə Zaqafqaziya Federasiyası ləğv olunduqdan sonra Ermənistan Sovet Sosialist Respublikası Ali Sovetinin qərarı ilə Respublika ərazisindəki Azərbaycanlı yaşayış məntəqələrinin, coğrafi ərazilərin adlarının kütləvi surətdə erməniləşdirilməsinə başlandı. İrəvan şəhərinin adı da erməni dilinə uyğunlaşdırılaraq Yerevan adlandırıldı. Çox çətinliklə əldə elədiyimiz bu köhnə kadrlarda vaxtilə İrəvanın ən yaraşıqlı memarlıq abidələrindən olan Xan Məscidinin son anları təsvir olunub. Biraz da qəribə görkəmli bu tikililərsə, İrəvan qalasının 20-ci əsrin əvvəllərindən 50-ci illərə qədər gəlib çatmış son qalıqlarının fotolarıdır. İndi bu qala divarlarının yerində Ararat Konyak Zavodunun və Rusiya səfirliyinin binalarıdır. Digər xanlıqlara olduğu kimi öz dövlətçilik ənənələri, dövlət rəmzləri mövcud idi. Bugünkü gündə Azərbaycanda, Azərbaycan Tarixi Muzeyində 2 bayraq qorunur. Bizim muzeyimizdə bunların mulyajları nümayiş olunur. Yəni ki, bu bayraqların 2 bayrağı, biri 4 formada olan bayraqdır, biri də 3 formada. 4 formada olan bayraq alay bayraqlarından biridir. Üzərində Qurandan olan ayələrdir və mərkəzində tarixən mərkəzi hissəsi tünd qırmızı ipək parçadan hazırlanıb bu bayraq. Ortası ağ parçadan hazırlanıb, amma tarixi bir dövr keçdiyinə görə bu rəng artıq bej rəngə, çirk bir ağ rənginə dönüşüb. Mərkəzində aslan və günəş rəmzini görürsünüz, əlində, pəncəsində qılınc rəmzini, üzərində Əs-Sultan ben Əs-Sultan Şah Fətəli Qaccarın 1239-cu il olan, bu təxminən 1824-25-ci ilə 23-24-cü ilə təsadüf eləyən tarixi bir dönəmdir və qıraqlarındakı kartuşlarda həqiqətən biz sənə yaxın bir zəfər bəxş etdik, Allahdan kömək qələbə, mərhəmətli, rəhimli Allahın ədi ilə Allah möminləri müjdələ olan ifadə, Qurandan olan ifadələr öz əksini tapır. Digər bayraq Hüseynqulu xan Sərdara, yəni ki, İrəvan xanlığının sonuncu hökmdarına məxsus olan bir bayraqdır. Bu bayraq 3 formadadır və mərkəzində yenidən aslan günəşin rəmzini və üzərindəki olan işarədəki Qurandan olan ifadələrdir, öz əksini tapır. Bu bayraq da tünd qırmızı ipək parçadan, ətrafı da qızıl saplarla. Qızıl saplarla adətən bayraqlar hər biri müxtəlif naxışlarla, ornamentlərlə bəzədilirdi, orta əsrlər xanlıq bayraqları. Bu bayraqlarda da ki, qızıl saplarla işlənmiş bayraqlar adətən yüksək rütbəli şəxslər, bu bir də yüksək rütbəli şəxslərə, belə deyim də, aid olduğunu bildirirdi və bu bayraqda da məhz bu sapların istifadə olunması bir daha təsdiq edir ki, bu Hüseynqulu xan Sərdara məxsus olan bayraqlardır. Hüseynqulu xan qeyd etdiyim kimi İrəvan xanlığının sonuncu hökmdarı olub və çox qüdrətli və çox hörmətli bir şəxslərdən biri idi, hökmdarlardan biri idi və çox belə müdrik bir tam siyasət aparırdı və belə deyim ki, yeganə hökmdardan biri idi ki, Çar Rusiyasının ordusunun gücünə qarşı tam belə deyim cəsarətlə vuruşurdu. Bu istiqamətdə, bu tarixi siyasi dönəmdə Qacarlar dövləti İrəvan xanlığı ilə müttəfiqliyi əlaqələri var idi və bu müttəfiqliyin də bariz nümunəsi məhz bu bayraqlardır ki, üzərində Fətəli xan Şahın adı qeyd olunur. Bəzi tədqiqatçıların fikrincə bu Fətəli xan Qacarlarda yaradılan hərbi birləşmələrin, sərbaz alayların bayraqları tipində hazırlanmış bayraqdır bu. Çünki bildiyiniz kimi İrəvan xanlığında da öz hərbi birləşmələri, alayları formalaşmışdı və həmin bu alaylar Çar Rusiyasına qarşı iştirak edirdilər. İrəvan Hüseynqulu xan Sərdar
titulunu qazanmışdı. Çünki o məhz nəinki Fətəli xan Qacarın hakimiyyətə gəlişinə böyük bir köməklik göstərmişdi. Onun hətta taxta oturmasında böyük bir və beləliklə belə bir şəraitdə o hökmdarın hörmətini, belə deyim də, etimadını qazanır və sərdar təyin olunur. O bütün Araz çayı sol hissəsində olan bütün hərbi birləşmələrin komandanı təyin olunur. Hüseyn Qulu xan qeyd etdiyim kimi bu bayraqların üzərində Fətəli xan Şah Qacarın adının çəkilməsi bu ilk növbədə Qacarlarla olan belə deyim, həm siyasi, həm hərbi müttəfiqliyi, eyni zamanda Qacarlarla İrəvan xanlığı eyni zamanda qohumluq əlaqələri də var idi. Fətəli xan Qacarın bu İrəvan xanlığı ilə qohumluq əlaqələrinin yaradılmasında əsas məqsəd bu bölgədəki nüfuzunun qorunub saxlanmasından irəli gəlirdi. Və şübhəsiz ki, bu bir belə deyim, düşmana qarşı, Çar Rusiyasının qoşunlarına qarşı bir müttəfiqlik yaradaraq eyni istiqamətdən belə mübarizə aparırdılar. Digər rəmz olaraq burada aslan və günəşi görürsünüz bayrağın üzərində. Aslan günəş çox qədim rəmzlərdən biridir və orta əsrlər aslan olaraq aslan rəmzi ayrıca götürsək, qədim orta əsrlər heraldikasından qüdrəti, hökmdarın hökmranlığını göstərir, qüdrətini, cəsarətini nümayiş etdirir. Günəş də ki, işığı, bolluğu, zənginliyi ifadə edir. Bir yerdə bu aslanla günəşin bir yerdə istifadə olunması qədim Türk dünyasında geniş şəkildə istifadə olunurdu. Bu ilk növbədə bayraqlarda öz əksini tapır bu motiv, bu tarixi memarlıq nümunələrinin üzərində, müxtəlif digər rəmzlərdə, gerbların üzərində, möhürlərin üzərində, sikkələrin üzərində vurulurdu. Bu qeyd edeyim, Hud dövlətinin, Elxanilərin, Ağqoyunların, Səfəvlərin, Qacarların Qızıl Orduda geniş şəkildə də istifadə olunurdu və Səlcuqların belə deyim, pul nümunələrində, vahidlərində də geniş şəkildə istifadə olunurdu. Aslan və günəşin bir yerdə verilməsi, buna bu motivin dərin mənası var. İlk növbədə hökmdarın belə deyim, həm siyasi baxımdan, həm də ilahi baxımdan Allah tərəfindən təyin olunduğu müqəddəsliyini ifadə edirdi, yəni ki, ifadə etmək çalışırdı. Çünki bu rəmz aslan günəş təsvirini ilk növbədə dövlətin və dinin vəhdətini ifadə etmiş olurdu. O ki, qaldı qılınc, bu da bir dini rəmz olaraq, yəni ki, həm qüdrətini, nüfuzunu, eyni zamanda da ki, Şiyə məzhəbinə, Həzrət Əlinin qılıncı kimi Şiyə məzhəbinə mənsub olduqlarını ifadə etmiş olurdu. Türk dünyasında geniş şəkildə rast gəlinir. Mən xüsusilə Səfəvilər dönəmində, mən niyə Qacarların bayraqlarında bu var? Qeyd etmək istərdim ki, bu başlayır ilk öncə Səlcuqların, Keyxosrovun adından zərb olunan pulların üzərində bu rəmzə, bu motivə, yəni ki, konfigurasiya birlikdə rast gəlinir, zərb olunur aslan və günəş. Eyni zamanda Səfəvlərin də, Səfəvlər özlərini Səlcuqlardan gələn bir varisi kimi özlərinə baxırdılar və eyni zamanda da bütün bu rəmzlər, varisliklər bu tarixi bağ olaraq, ənənə olaraq bir dövlətlərdən, bir dövlətdən, Türk dövlətindən o birisine keçid edirdi. Və bir Türk dövləti olduğunu və suveren, müstəqil dövləti olduğunu, hökmranlığını bütün dünyaya nümayiş etdirirdi. Səfəvlər dönəmində Şah Abbasın dövründə çox geniş istifadə olunur bu rəmzdən. Hətta onun rəsmi gerbində də öz əksini tapır və biz müxtəlif bir rəssamların rəsmlərində Flamand rəssamı o dövrdə Şah Abbasın göndərdiyi, xarici Avropaya göndərdiyi nümayəndə elçiliyin 1599-cu elçi heyəti göndərir. Onların üzərində Hüseyn Əli Bayat olur və bu Flamand rəssamı bu elçiliyi şəkilə, bir rəsm şəklində təsvir eləyir. Bu rəsm şəklində də həmin bir elçi heyətin əlində, yəni ki, məhz Səfəvlərin bayrağı üzərində aslan və günəş də təsvir olunur. Bundan əlavə
Şah Sultan Hüseynin dövründə də geniş şəkildə bu davam elətdirir. Bu rəmz geniş şəkildə dövlətçilik rəmzi kimi bayraqlarda öz əksini tapır. Yenə də 14-cü Ludovikin sarayına elçi heyəti göndərilir 1714-cü ildə və bu elçi heyətinin əlində şah, yəni ki, hökmdarın, padşahın sarayına gəlişi zamanı bu əllərində məhz ağ rəngdə bayraq, bu bayraq bizim muzeyimizdə də nümayiş olunur və ağ bayraq, ağ ipəkdən hazırlanmış bayraq və üzərində aslan günəş təsvirini görmək olar. Bu sözlərimi belə bir məntiqi var ki, Qacarlar da bu rəmzi məhz Səfəvilərin varis olaraq Səfəvilərdən varisliyini götürürlər, yəni davamçısı kimi özlərini qələmə verirdilər və məhz Səfəvilərin dövründə geniş istifadə olunmuş bu rəmzləri öz dövlət səviyyəsinə qədər qaldırmış olurlar. Dördbucaq bayraqlar adətən ordu, alay bayraqlardır, bir də dövlət bayraqları olur adətən. Biz indi orta əsrlər dövlətçilik tarixindən danışarkən burada adətən ordu bayraqları olur. Bir də ki, belə deyim də, hökmdarların öz şəxsi hakimiyyət rəmzi mənasını daşıyan bayraqlar olur. Üçbucaq bayraqlar da ordu bayraqları olur. Bunların müxtəlif, amma qeyd etdiyim kimi, burada qarşımızda gördüyümüz məhz bu İrəvan xanlığının dördbucaq bayrağı, bu alay bayraqlarıdır, alay bayrağıdır və üçbucaq bayraqlar adətən hökmdarların bayraqları olur və xüsusilə qızılı saplarla, müxtəlif ornamentlərlə, bəzəklərlə işlədilmiş bayraqlar adətən həmin bayraqların və əgər orada hökmdarın möhrü öz əksini tapırsa, bu bayraqlar məhz hökmdarın hakimiyyət rəmzi mənasını daşıdığını ifadə edir. 1827-ci ildə Rusiya imperiyasının, yəni ki, bölgədə nüfuzunu ümumiyyətlə qüdrətləndikdən sonra Azərbaycan xanlıqları belə ardı-ardıya işğal olunur və şübhəsiz ki, bir neçə dəfə cəhddən sonra İrəvan xanlığı son xanlıq olaraq işğal olunur 1827-ci ildə və Çar Rusiyasının qoşunları tərəfindən işğaldan sonra dövlətçilik rəmzləri qənimət kimi Rusiya ərazisinə, Rusiyaya aparılır və onların arasında da bayraqlar da öz əksini tapır. Bu bayraqlar, 4 bayraq buradan aparılır qənimət kimi İrəvan xanlığının ərazisindən. Bu 3 alay bayrağı idi və bir bayraq da ki, Hüseynqulu xana məxsus olan bayraq aparılır. Və bu Hərb Tarixi Muzeyə köçürülür Rusiyanın və orada yerləşdirilir və nəhayət 20-ci əsrin əvvəllərində 1924-cü ildə bu bayrağın bir qismi, 2 bayraq Azərbaycana qaytarılır. Bu Hüseynqulu xanın bayrağı və alay bayraqlarından birisi. Bu bayraqlar, orijinal bayraqlar bizim Milli Azərbaycan Tarixi Muzeyində qorunur, saxlanılır və onun zalda mulyajları nümayiş olunur. Yəni ki, kopyaları bizim muzeydə də görürsə, eynisi ilə onların kopyaları, mulyajları nümayiş olunur və həmin bu tarixi bayraqlarımız İrəvan xanlığının ümumiyyətlə bayrağının əhəmiyyəti və olduqca böyükdür və bildiyiniz kimi bu xanlıq Azərbaycan tarixi torpaqlarında, Qərbi Azərbaycan torpaqlarında yaradılıb və muzeyimizin açılışı olduğu zaman 8 noyabr tarixində cənab prezident məhz muzeyə girişi zaman ki, sektor A-ya daxil olarkən məhz bu bayraq onun diqqətini cəlb eləyir və dərhal bu bayrağın yanında foto şəkil çəkdirir ki, bütün dünyaya da səs salır. Bu ilk növbədə bir mesaj idi və bu bayrağımızın ilk növbədə bu xanlığın, nəinki bayrağın, şübhəsiz ki, bu xanlığın, bu ərazilərin Azərbaycanın milli düşüncəsində, tarixi torpaqlarımızın milli düşüncəsində qorunub saxladığını və bir də ki, o yaddaşlıqda qaldığını, bizim o tarixi torpaqlarımızla bağlılığımızı nümayiş etdirdi və bir daha bütün dünyaya mesaj göndərdi ki, bu ölkə başçımızın bu müdrik siyasətində əsas istiqamətlərindən də biri bu tarixi torpaqlarımıza qayıdışdır və bu belə bir mesaj da bütün dünyaya verildi və bir daha hər birimizdə bu bayrağın yanında fotosunu çəkdirilməsi, hər birimizdə qürur hissi, o milli yaddaşımızın oyanışı kimi qəbul etmək lazımdır. O tarixi torpaqlığımızın bağlanması
bir daha qüdrətləndi, bir daha o tarixi torpaqlarımıza olan belə deyim, qüdrət, bağlılığımızı, o ən azından qürurumuzu və yaxın bir zamanda o torpaqların azad olunmasını inşallah belə bir mesaj olaraq vermiş oldu. Müxtəlif qurumlar bildiyiniz kimi İrəvan xanlığının tarixi ilə bağlı, xanlığın tarixi ilə bağlı çox yüksək səviyyədə tədbirlər keçirilib. İlk növbədə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə İrəvan xanlığının irsi olan bir tədbir Heydər Əliyev mərkəzində möhtəşəm bir tədbir keçirildi. Hər birimiz o tədbirdə iştirak etdik və orada çox qiymətli nümunələr nümayiş olundu, sərgi təşkil olunmuşdu. Digər qurumlar da müxtəlif, mən bildiyim qədər bizim vətəndaşlarımız, soydaşlarımız xaricdə də İrəvan xanlığının tarixi ilə bağlı müxtəlif tədbirlər keçirilirdi və Tarix Muzeydə də belə bir tədbir keçirilmişdi ki, orada həmin o İrəvan xanlığının dövrünə aid mədəniyyətimizin inciləri, mənəvi mədəni incilərimiz nümayiş etdirilmişdi. O əhəmiyyətli sənət əsərləri nümayiş olunmuşdu ki, və mənə elə gəlir ki, bir daha bizim vətəndaşlarımız, bizim müxtəlif qurumlar bu tarixi dövrə böyük bir hörmətlə yanaşırlar və ilk növbədə bu tarixin, bu şanlı tariximizin belə deyim, yaşadılması və təbliğ olunması olduqca böyük bir əhəmiyyət kəsb edir. Bizim ilk növbədə dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində. Sağ olun, təşəkkür edirəm. Thank you.